Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün riyaziyyat sevərlər üçün növbəti dərsimizi keçirik və mən burada sizlər üçün müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1. 100 mənzilli binada mənzil nömrələrinin, rəqəmlərinin cəmi eyni olan mənzillər ən çoxu neçədir? Həlli. Deməli, binada 100 mənzil var. Rəqəmləri cəmi eyni olanların içərisində ən çox olanlar hansılardır? Birdən tutaq ki, 1 olanlar olur 1, 10, rəqəmləri cəm 100. Bunlar rəqəmləri cəm 1 verir. Deməli, onda 7-dən başlayaq, arta gedir. 7-nin özü 16, 25, 34, 43, 52, 61, 70, 8 olanda alıram. 8, 17, 26, 35, 44, 53, 62, 71, 80. 9 olanda alırıq 9, 18, 27, 36, 45, 54, 63, 80, 9, 80, 72 və 81, 90. 10 olanda alıram 19, 28, 37, 45, 46, 55, 64, 73, 82, 91. Rəqəmlər cəmi 11 olanda 29, 38, 47, 56, 65, 74, 83, 92. Deməli, burada rəqəmlər cəmi sayı oldu 8, 9, 10, 9, 8 və ən çoxu 10 oldu. 10 olanlar da 10 olan rəqəmləri cəmi 9 olanlar ən çox olur, 10 dənə olur. 10 dənə rəqəmləri cəmi 9 olan 10 dənə 10 mənzil var. Məsələ 2. 0, 2, 4, 5, 7, 8, 9 rəqəmlərindən rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlər sayının 30%-ni tapın. Həlli. Deməli, 0-dan 0, 2, 4, 5, 7, 8, 9 rəqəmləri verilir. Rəqəmlər təkrarlanmayan 5 rəqəmli ədəd. Məsələ təkrarsız aranjemanın köməyi ilə həll olunur. Aranjeman n-dən k bərabərdir. N faktorial bölünsün n minus k faktorial. Və burada bütün 5 rəqəmli ədədlər cəmi 7 rəqəm olduğundan burada olacaq aranjeman 7-dən 5. Bütün rəqəmlər təkrarlanmayan 3 rəqəmli ədədlərin sayı əvvəlində 0 olanlarla bir yerdə. Bu olacaq 7 faktorial. Bölünsün 7 çıxaq 5 faktorial. Bu da bərabərdir 7 faktorial bölünsün 2. Və rəqəmləri əvvəlində 0 olanların sayı aranjeman 6-dan 4 olacaq. Bu bərabərdir 6 faktorial. 6 çıxaq 4 faktorial. Aldıq 6 faktorial bölünsün 2. Və onda rəqəmlər təkrarlanmayan 5 rəqəmli ədədlərin sayı aranjeman 7-dən 5 çıxaq aranjeman 6-dan 4 olur. Və hesablayırıq bərabərdir 7 faktorial bölünsün 2 çıxaq 6 faktorial bölünsün 2. 6 faktorial bölünsün 2 ortaq vuruş çıxır. Buradan alınır 7 çıxaq 6, 7
çıxaq 1, 6 verir. 6 faktorial vurulsun 3. 6 faktorial 720 vuraq 3'e bərabərdir. 6, 21, 2160. 30 faizini tapın deyir. 30 faiz de 0,3 ədədə keçirik. 0,3'ü vururuq 2160'a. 0, 1, 0 rəqəm ayırsaq oldu 3 vuraq 216. Bu da bərabər 3'də 6, 18, 3'də 3, 4, 648. Deməli, bu rəqəmlərdən düzəldilmiş, rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlərin sayının 30%-i 648'ə bərabərdir. Məsələ 3. Kök altı 2023 üstə gəl kök altı 2025 və 2 vur kök altı 2024 ədədlərindən hansı böyükdür? Həlli. Aydındır ki, kök altı m plus 1 çıxaq kök altı m bərabərdir. Bu ifadənin qoşmasına vurub bölürəm. Kök altı m plus 1 üstə gəl kök altı n olur məxrəcdə. Surətdə kök altı m plus 1 çıxaq kök altı n vuraq kök altı m plus 1 vurulsun üstə gəl kök altı n. Və açsaq bu ifadə bizə verəcək. A minus b vuraq a plus b bərabər da kvadratı minus b kvadrat düsturuna görə m plus 1 çıxaq n. Burada isə kök altı m plus 1 üstə gəl kök altı n. N'lər islah oldu. Aldıq 1 bölək kök altı m plus 1 üstə gəl kök altı n. Bu da aydındır ki, kiçikdir yazmaq olar. Kiçik yazmaq olar. Məxrəc surət eynidir. Məxrəci kiçildirəm. Olur 1 bölək kök altı n çıxaq kök altı üstə gəl kök altı n minus 1. Surət eynidir. Məxrəc kiçiləndə böyüyür. Deməli ona görə bu böyükdür. Və bunu da qoşmasına vursaq, alıram bu qaydaya əsasən, burada yazdığımız qaydaya əsasən kök altı n çıxaq kök altı n minus 1. Bax, bu qayda əsasında alırıq. Onda əvvəllə axırı birləşdirsək, alıram kök altı n plus 1 çıxaq kök altı n kiçikdir. Kök altı n çıxaq kök altı n minus 1. Və biz tətbiq eləyək öz misalımıza. Kök altında 2025 üstə gəl çıxaq kök altı 2024 kiçik olacaq. Kök altı 2024 çıxaq kök altı 2023. Və buradan alırıq. 2023'ü keçirdirəm sol tərəfə olur. Kök altı 2025 üstə gəl kök altı 2023 kiçikdir. 2024 kök altı var. Biri də buradan gəldi sağ tərəfə plus oldu. 2 dənə kök altı 2024. Beləliklə verilən irrasional ədədlərdən 2 vuraq kök altı 2024 böyükdür. Yəni kök altı 2025 üstə gəl kök altı 2023'dən. Məsələ 4. Rəqəmləri təkrarlanmayan neçə 7 rəqəmli telefon nömrəsi var? Həlli. Bilirsiniz ki, telefon nömrələri riyaziyyatda olan 10 rəqəm vasitəsilə düzəldilir. Rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və bu rəqəmlərin köməyi ilə telefon nömrələri düzəldilir. Deməli, rəqəmlər təkrarlanmayan demək o deməkdir ki, burada təkrarsız aranjemanın düsturundan istifadə edəcəyik. Aranjeman n-dən k bərabərdir. N faktorial bölək n minus k faktorial. Və telefon nömrə 7 rəqəmli telefon nömrələri burada da 10 rəqəmdir. Rəqəmlərin sayı 10. 10 olduğuna görə olacaq aranjeman 10'dan 7. Çünki 7 rəqəmli telefon nömrələr tələb olunur. 10 faktorial bölünsün 10 çıxaq 7 faktorial. Bu da bərabərdir. 10 faktorial bölünsün 3 faktorial. 10 faktorialı yazıram. 3 faktorial vuraq 4, 5,
6, 7, 8, 9, 10. Bölək 3 faktorial. 3 faktorialları ixtisar elədik. 4 vuraq 5, 20, 10, 200. 200. 6, 7, 8, 9 da vuranda 3024. Və bu da bərabərdir. 2 dənə 0, 2 dəfə 4, 8, 2 dəfə 2, 4, 2 dəfə 0, 2 dəfə 3, 6. 604.800. Beləliklə, aranjeman onunla 7 bərabər oldu. 604.800. Yəni, 10 rəqəmdən, 0-dan 9-a qədər rəqəmlərdən 7 rəqəmli, rəqəmləri təkrarlanmayan 7 rəqəmli 604.800 telefon nömrəsi almaq olar. Məsələ 5. X plus Y-in üstü M binomunun ayrılışındakı 6-cı və 9-cu hədlərin əmsallarının bir-birinə bərabər olduğunu bilərək N-i tapın. Həlli. Bilirik ki, X plus Y üstü M binomunun ayrılışı bu şəkildədir. Kombinizon N-dən 0, X-in üstü N. Üstəgəl kombinizon N-dən 1, Y, X-in üstü N minus 1. Kombinizon N-dən 2, Y-in kvadratı, X-in üstü N minus 2. Və plus və s. Kombinizon N-dən N, Y-in üstü N. Və birinci hədd əmsalı kombinizon N-dən 0-dır. Say 0-dan başladığından 5-6-cı hədd kombinizon N-dən 5 olacaq. 9-cu hədd isə kombinizon N-dən 8 olacaq. Deməli, məsələnin şərtinə görə kombinizon N-dən 5 bərabərdir kombinizon N-dən 8-ə. Və kombinizonun belə bir xassəsi var. Kombinizon N-dən M bərabərdir. Kombinizon N-dən N çıx M. Bu düsturu bərabərliyin sağ tərəfinə tətbiq eləsək, alırıq kombinizon N-dən 5 bərabərdir. Kombinizon N-dən N çıx 8. Və bu bərabərlikdə isə kombinizon N-dən 5, N-dən M minus 8-dən alınır ki, 5 bərabərdir N minus 8-ə. Və buradan da tapırıq ki, N bərabərdir 5 üstəgəl 8, 13-ə. Beləliklə, tələb olunan məsələdə N-in qiyməti, yəni kombinizon N-dən 5, N-dən 8-ə bərabər olduqda N-in qiyməti 13-ə bərabərdir. Məsələ, X-in üstü kök altda X, onun da üstündə kök altda X bərabərdir 2 üstü 16, kök altda 16 üstü kök altda 25 bərabərliyindən X-i tapın. Həlli. Deməli, bizə verilib X-in üstü kök altında X, bunun da üstündə kök altda X bərabərdir 2-nin üstü kök altında 16, bunun da üstündə kök altında 25. Və bu bərabərlikdən alırıq. X-in üstü kök altda X, kök altda X-i olduğu kimi saxlayırıq. Sağ tərəfdə belə bir sadələşmə aparırıq. 2-nin üstü kök altda 16-dan kök 4 çıxır. Kök altda 25-dən 5 çıxır, 4-ün üstü 5 alırıq. Və burada alıram X-in üstündə kök altda X, bunun da üstündə kök altda X bərabərdir. 2-nin üstü, 4-ün üstü 5'i yazıram. 4 vuraq 4'ün üstü 5. 4'ün üstü 4. Deməli, 5 dənə 4'dür, onun birini ayırıram. Və burada alırıq X'in üstündə kök altda X, bunun da üstündə kök altda X bərabərdir. Bax, bu ifadə 2'nin üstü 4 bizə verir 16. Yazıram onun yerinə 16. 4'ün yerinə, bu 4'ün yerinə yazıram kök altda 16. Qüvvət 4'ün də yerinə yazıram kök altda 16. Və diqqət eləyin bərabərliyə. X'in üstü kök altda X,
Onun da üstü kök altı x beraber 16 üstü kök altı 16, onun üstü kök altı 16. Simmetriklik nəzəriyyəsinə görə buradan çıxır ki, sağ sol tərəflə sağ tərəfi diqqətlə izləsək, x bərabərdir 16 alınır. Beləliklə bu bərabərlikdən x-in qiyməti 16-ya bərabərdir. Məsələ 7. A bərabərdir kök altı 130 çıxılsın 5. Ədədinin tam hissəsinin 6'da 1 hissəsini tapın. Həlli. Əvvəlcə kök altda 130'a baxaq. Kök altda 130. Bu irrasional ədəd hansı iki natural ədəd arasındadır? Deməli, bu 130, kök altında 130, 11 ilə 12 natural ədədlər arasındadır. Niye? Çünkü kök altta 121, kiçikdir kök altta 130, bu da kiçikdir kök altta 144. Bak, buradan 11 çıktı yazdık. 144'ten de 12 çıktı yazdık. Deməli, bu iki tane. Onda 130'un tam hissəsi bərabərdir 11'e bərabər. Çünkü 11'den böyükdür, 11'e bərabər olacaq. Və tam hissənin tərifini bir daha xatırlayaq. X həqiqi ədədinin həqiqi ədədindən böyük olmayan ən böyük tam ədədə x həqiqi ədədinin tam hissəsi deyilir və kimi işarə olunur. Onda 130'un tam hissəsi tapdıq 11'e bərabərdir. Və bizim A ədədinin tam hissəsi olacaq. Tam hissə kök altda 130 çıxılsın 5. Və bu da bərabərdir. Kök altda 130'un tam hissəsi çıxaq 5. Alıq 130'un tam hissəsi 11'e bərabər oldu. 11 çıxaq 5 bərabərdir 6. Beləliklə A ədədinin tam hissəsi 6'ya bərabərdir. Bizə isə bu ədədin 6'da 1 hissəsi tələb olunur. Yəni 6'da 1 tam hissə A bərabərdir. 6'da 1 vurulsun, tam hissə 6 olduğundan 6'ya ixtisarlar aparır, bərabərdir 1. Beləliklə A ədədinin tam hissəsinin 6'da 1 hissəsi vahidə bərabərdir. Cavab vahid 1'ə bərabər. Məsələ 8. M kvadrat minus n kvadrat bərabərdir 15 olarsa, M və N'yi tapın. M, N daxildir N natural ədədlər çoxluğuna. Deməli, M kvadrat minus N kvadrat bərabərdir 15. Yaza bilərik bunu. M minus N vuraq M plus N bərabərdir 15'e. Və buradan iki hal ola bilər. Buradan çıxan iki hal ola bilər. Belə yazırıq. Birinci halda M minus N vuraq M plus N bərabərdir 1 vuraq 15'e. M natural ədəd olduğundan M gərək M minus N. M plus N, M minus N'dən böyük olduğundan buradan bu alına bilər. 1 vuraq 15. Yəni birinci 1'ə, ikinci M plus N 15'e bərabər olur. Bir də ikinci alına bilər. M minus N vuraq M plus N bərabərdir 15'in yerine yaza bilərik. Bu kiçik olduğundan M minus N, M plus N'dən kiçik olduğundan 3 vuraq 5 yaza bilərik. Onda birinci halı həll eləsə, birinci halı buradan həll eləyirəm. M minus N bərabərdir vahidə, M plus N bərabərdir 15'e. Sistem təhlili kimi tərəf-tərəfə toplasaq, M plus M minus N bərabərdir vahidə, M plus N 15'e. 2M bərabərdir 16'ya, M bərabərdir 8'e.
8 qoyduq yerinə ikinci tənlikdə alıram bərabər 15-ə. N bərabərdir 7-yə. Və ikincidən alırıq n minus n bərabərdir 3-ə. N plus n bərabərdir 5-ə. Sistem təhlili kimi tərəf-tərəfə toplasaq 2n bərabərdir 8-ə. N bərabərdir 4. N bərabərdir 5 çıxaq 4. Vahidə bərabərdir. Beləliklə bir cüt kök oldu 8, 7. İkinci cüt oldu 4, 1. Deməli, M8, burada N7, ikincidə M4, N1-ə bərabər olur.